мусульманин-шиит, он убежден, что он жертвует своей жизнью. Şiə məzhəbli müsəlman inanır ki, insan öz canını Allah yolunda ədalət və inancları uğrunda fəda edir. Biz bilirik ki, Ayətullah Seyyid Əli Xameneyi son 37 il ərzində faktiki olaraq rəhbər kimi İran İslam Respublikasının başında dayanıb. İmam Xomeyninin yolunu davam etdirib və İslam inqilabının nailiyyətlərini və maraqlarını müdafiə edib. Qeyd etmək lazımdır ki, İran-İraq müharibəsində və İmam Xomeyninin vəfatından sonra o ölkə rəhbərliyini çətin bir dövrdə öz üzərinə götürdü. Həmin vaxt yeni şəraitdə ölkənin iqtisadiyyatının bərpası və sosial, iqtisadi və mədəni potensiallarının inkişafı zəruri idi ki, İslam inqilabının əsas məqsəd və vəzifələri həyata keçirilsin. Ölkə bir çox problemlərlə üz-üzə idi və Əli Xameneyinin düşünülmüş qərarları İranın sosial və iqtisadi inkişaf yolunda irəliləməsinə kömək etdi. Baxmayaraq ki, ölkə daxilində də bəzən böhranlar baş verirdi. Onun yanaşmaları həmişə praqmatik idi və o, müxtəlif tərəflər arasında balans yaradaraq fikir ayrılıqlarının ciddi qarşıdurmalara çevrilməsinin qarşısını alırdı. Xarici siyasət sahəsində də oxşar vəziyyət mövcud idi. İran beynəlxalq arenada təcrid şəraitində idi, lakin bir tərəfdən milli maraqlara sadiqlik, digər tərəfdən isə danışıqlar aparmaq və razılaşmalara nail olmaq bacarığı onun liderliyinin xüsusiyyətlərindən idi. Məsələn, beynəlxalq sanksiyalar iqtisadi vəziyyəti daha da çətinləşdirirdi. Lakin məhz bu şəraitdə İran rəhbəri müqavimət iqtisadiyyatı siyasətini irəli sürdü və ölkənin inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi. Nüvə proqramı məsələsinə gəldikdə isə bilirik ki, Əli Xameneyinin fətvası bu proqram üzərində müəyyən məhdudiyyətlər qoydu və nüvə silahının istehsalı, saxlanması və istifadəsini qadağan etdi. Həmçinin 501 qrupu İranla danışıqlara hazır olduğunu bildirdiyi zaman o, İranın danışıqlar heyətini dəstəklədi və həmin dövrdə İran razılaşmaya nail oldu və Tramp hakimiyyətə gələnə qədər bir neçə il ərzində diqqəti layiq iqtisadi artım yaşadı. Eyni zamanda da qeyd etmək lazımdır ki, İran rəhbəri ölkənin hərbi potensiallarının gücləndirilməsinə böyük diqqət yetirirdi və onun rəhbərliyi altında İranın silahlı qüvvələri indiki səviyyəsinə çatdı. O, həmişə Rusiya ilə yaxşı münasibətlərin inkişafının tərəfdarı olub, Vladimir Putinlə dəfələrlə görüşüb və öz yanaşması ilə iki ölkə arasında əməkdaşlığın faydalı ola biləcəyini göstərib. Sonda biz İran xalqına başsağlığı veririk və bu hücumların qurbanlarına görə dərin hüznümüzü bildiririk. Həmçinin İran xalqının mövqeyini yüksək qiymətləndiririk. Onlar göstərdilər ki, rəhbərin və bəzi rəsmilərin ölümü ölkəni zəiflətmir. Əksinə, suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək üçün onların birliyini və iradəsini daha da gücləndirdi. Суверенитета, независимости и территориальной целостности страны.